Salam, hər vaxtınız xeyirli olsun uşaqlar. Necəsiz? İnşallah ki, yaxşı olarsınız. Bizim bugünkü mövzumuz həyat bilgisi 1-ci sinif dərs 24 ehtiyatlı olaq mövzusu olacaq. Çox vaxt itirmədən dərsimizin izahına keçid alaq. Diqqətli olmaqla həyatımızı təhlükədən qoruya bilərik. Bəli. Ətrafda olan hər bir şeyə, hər bir şeyi diqqətlə süzmək vacib məsələlərdən biridir. Bəzən bu çətin olsa da biz həyatımız üçün bunu mütləq etməliyik. Çünki hər hansı bir havanın dəyişkənliyi, hər hansı bir avtonəqliyyat hadisəsi və yaxud digər problemlər insanın həyat təhlükəsizliyinə ciddi xələl gətirə bilər. Şəkildə gördükləriniz haqqında danışın. Birincisi, polis və balaca bir uşaq söhbət eləyir. Böyük ehtimal polis hər hansı bir yanlışlıq zamanı uşağa diqqətli olmağı tövsiyə edir. Uşaq hər halda hər hansı bir qaydanı, xüsusilə qayda pozuntusu, yəni yol hərəkət qaydası da ola bilər, qırmızı işıqda keçmək də ola bilər. Daha doğrusu yaşıl işıqda, yəni o hissələri qarışdıra bilər. Eyni zamanda dediyimiz kimi hər hansı bir səhv bir yanlışlıq da eləyə bilər. Bildiyimiz kimi ictimai nəqliyyat, ictimai ərazidə yüksəkdən bağırmaq belə qayda pozuntusu hesab edilir. İctimai asayişin pozulması kimi qələmə alınır. İkinci şəkildə bir yaşlı adam balaca uşağı tutub ona nəsə söyləyir. Sonra məsələn birinci şəkildə eyni zamanda şübhəli hər hansı bir əşya görə bilərik. Onun haqqında polisə məlumat verə bilərik. Bu böyük bir təhlükə. Tək bir insanın yox, böyük bir ərazinin problemi ola bilər. Ona görə diqqətli olmaq lazımdır. Tanımadığımız insanlar əlbəttə bizə yaxınlaşa bilər. Tanımadığımız o demək deyil ki, tanımadığımız heç bir insana qabağımızdan keçib salam belə vermədən getməliyik. Təbii ki, tanımadığımız insana zaten salam vermirik, amma hər hansı bir kömək zamanı bəli kömək eləyə bilər, amma sadəcə və sadəcə sözdə kömək eləmək lazımdır. Xüsusilə bu az yaşlılar üçün keçərlidir. Sizdən hər hansı bir mağazanı soruşduqda, sizdən hər hansı bir bölgəni, kimisə ərazini soruşduqda, siz sadəcə qısa məlumat verərək onu məlumatlandıra bilərsiniz ki, filan insan filan yerdə olur və yaxud filan mağaza filan yerdə yerləşir. Bundan artıq qətiyyən olmaz. Eyni zamanda hər hansı bir aldatma zamanı sizə deyə bilərlər ki, maşına minək, gəl sizi aparım. Bunlar qətiyyən olmaz. Sonra ehtiyatsız davranaraq yol hərəkət qaydalarını pozmaq. Aman Allahım, heç bir zaman, hər zaman buna diqqət edin. Çünki dəfələrlə sürücülərin eyni zamanda piyadaların da olur. Bu hər kəsin günahı ola bilir. Diqqətsiz davranaraq yol hərəkət nəqliyyat prosesini pozduğu və bununla da öz canından olduğu belə o qədər olur ki. Ona görə də yol hərəkət qaydalarına da diqqət etmək lazımdır. Tamam. Aha. Hansısa yad adam sizi narahat etdikdə ilk növbədə nə etməlisiniz? Birincisi, yazdım. Yaxınlaşdıqda yaxınlıqdakı adamlardan kimsə çağırmalısınız. Həmin adamın çıxıb getməsini gözləməlisiniz. Oradan qaçıb uzaqlaşmalısınız. Polisə zəng etməlisiniz. Hündürdən qışqıraraq insanların diqqətini çəkməlisiniz. Əslində uşaqlar, bunların hər biri ola bilər. Amma bizə deyir, ilk növbədə nə etməlisiniz? İlk növbədə oradan uzaqlaşmağa çalışmaq lazımdır. Yaxınlıqdakı adamlardan kimsə çağırmaq fayda verməyə bilər. Çünki hər kəs həmin hadisəyə necə yanaşır biz bilmirik. Çünki bu arada hər kəsin bu tip münasibətlərə necə yanaşdığı haqqında da məlumatımız olmaya bilər. Polisə zəng etmək doğru seçim ola bilər, amma indiki yaşımızda
Hər bir birinci sinif şagirdinin əlində telefon olmur axı. Bunu da nəzərə almaq lazımdır. Həmin adamın çıxıb getməsini gözləmək mümkün deyil. Çünki həmin adam yəni ya orada yaşayan biridirsə və ancaq orada qalırsa, bu da olmaz. Polisə zəng etmək və yaxud oradan qaçıb uzaqlaşmaq ən doğru seçim ola bilər. Yox, əgər yenə də təqib ediliriksə, məcbur qalıb o zaman yaxınlıqdakı adam, polis gələnə qədər yaxınlıqdakı adamlardan kimsə çağırmaq. Qoçaq ol. Gördün ki, qonşu eyvandan burulub qalxır tüstü. Yəni qonşu eyvandan burulub qalxır tüstü. Yanğın söndürənlərə qaç zəng ilə əl üstü. Təcil yardım çağır, xəstələnəndə nənə. Onu əmanət edib gedibsə anan sənə. Çox qəşəng bir şeirdir. Mən bunu amma şeir kimi oxumadım. Olsun. Görsən qonşu həyətdən aşıb keçən oğrunu. Polisə zəng elə tez, söylə ona doğrunu. 101, 102, 103, 112 əzbər bil bu sayları. Onların sənin üçün vardı xidmət payları. Çox gözəl bir şeydir. Aha uşaqlar. Gəlin araşdıraq. Metroda şübhəli bir əşya gördükdə nə edərsiniz? İşarə eləyin. Uşaqlar, Bakı metropoliteni qapalı zəmlər cəmiyyətinin müəyyən qaydaları var və bu müəyyən qaydalara da təbii ki, metropoliten işçiləri nəzarət edirlər. Metropoliten də xüsusilə, yəni metro stansiyaları da ən çox da bu təbii ki, qalabalıq, yəni əhalisi çox olan Koroğlu metro stansiyası, 28 may metro stansiyası, Elmlər Akademiyası, 20 yanvar və sair tərzi yerlərdə bu müşahidələr daha tez ola bilir. Eyni zamanda və orada səsləndirmə zamanı qeyd edilir. Hər hansı bir şübhəli əşya gördüyünüz zaman metropoliten işçilərinə yaxınlaşmağınız tövsiyə olunur. Yəni hər hansı bir şübhəli əşya gördüyünüz zaman mütləq metropoliten polislərinə, yəni metro polislərinə və yaxud digər metropoliten işçilərinə xəbər vermək lazımdır. Belə uşaqlar, inşallah bu söhbətimiz əslində bir söhbət tərzində oldu. İnşallah bu dərsdən bir nəticə çıxarıb heç bir zaman yanlış hərəkət etməzsiniz. Özünüzə müğayyət olun, özünüzü qoruyun. Hələlik.